Siz yaxınlıqda keçid görürsünüz. Həm yeraltı, yerüstü. Svetoforun altından keçə bilərdiniz. Znaka baxın zəhmət olmasa. Bax orada görürsünüz yeraltı keçid znakı var. Taksi znakının qarşısında. Sizcə tələsib yolu başqa yerdən keçmək yaxşıdır, yoxsa sağ-salamat keçiddən keçmək? Bir də eləyərsiniz bu səhvi. Bir dəfə sizə humanist davranırıq. Polisin humanizm prinsiplərinə əsaslanaraq sizə əhv edirik. Gələn dəfə belə bir şey olsa zəhmət protokol təşkil olunur. Verin yaxşı. Zamanda sürücünün yol nəqliyyat vasitələrinin əksəriyyət bir yerə vurmalar. Bizim məqsədimiz sizləri inzibati məsələ cəlb etmək deyil. Diqqətli olun, qaydalar bir şəkildə riayət edin. Yəni öz hər bir məqsədinizi tanıyın. Yolunuz açıq olsun.